Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli sertifikasiya müəllimlərimiz bugün artı 5 fən üzrə nümunə suallar paylaşıb. Coğrafiya, fizika, informatika, kimya, biologiya. Təbii ki, metodika üzrə olan hissələri sizlərlə paylaşmaq istəyirəm və gəlin sualların izahına bir-bir baxaq. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. Ümumiyyətlə yadda saxlayaq ki, interaktiv təlim şagirdlərin düşünməsini, müəllimlə şagirdin qarşılıqlı fəaliyyətini, təfəkkürün, yuxarı təfəkkür səviyyəsinin inkişafını, şagirdlərin bir növ təlimi onlar üçün daha yaradıcı, daha düşündürücü etmək üçün təşkil olunur. Və bizə də burada deyilir ki, interaktiv təlimin xüsusiyyəti deyil. Gəlin baxaq. Biliklərin yaradıcı tətbiq edilməsi doğrudur. Biliklər araşdırma yolu ilə öyrədilir. Bu da doğrudur. Qarşılıqlı təlimə üstünlük verilməsi, yəni müəllim və şagird hər ikisi bir yerdə əməkdaşlıq edərək öyrənmə prosesində şagird pasiv qalmamalıdır. Təfəkkürə əsaslanması, bəli, həm şagirddə yuxarı təfəkkür səviyyəsini, həm də aşağı təfəkkür səviyyəsinin inkişafına şərait yaratmalıdır, xüsusilə də yuxarı təfəkkür səviyyəsinə. Amma müəllim mərkəzli yanaşmanın əsas götürülməsi səhv cavabdır. İnteraktiv təlimin əsas xüsusiyyətlərindən biri onun şagird mərkəzli olmasıdır. Yəni, baxın, B, C, D, Y variantı şagird mərkəzli təlimin qurulması deməkdir. Davam edirik. Deməli, tapşırıq verilir şagirdlərə, təynəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzgilik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyən edin. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Deməli, taksonomiyanın mərhələsini istəyir bizdən. Gəlin tapşırığımıza baxaq. Deyir ki, hansı orqanlar zədələnəndə insanda baş gicəllənmə, daimi yorğunluq, ürək döyünmə baş verə bilər. Sizdə bu həm xatırlamaq, həm anlamaq, üstəgəl orqanların funksiyalarını araşdıracaqsan, yəni hər bir orqanın öz funksiyası var. Siz bunu araşdırırsınızsa, bu tətbiq etmək mərhələsinə aiddir. B variantı, dəyərli müəllimlər. Biz yuxarıdakı suala, bax, bu hissəyə görə götürmürük. Orqanların funksiyasını araşdıranda hər bir orqanın yerinə yetirdiyi işlər var da, proseslər var. Onları araşdırdığımıza görə tətbiq etmək mərhələsidir. Amma bir şeyi sizin diqqətinizə çatdırım. Hər yerdə araşdırmaq görəndə tətbiq etmək mərhələsi götürməyin. Bəzən elə ola bilər ki, araşdırmaq təhlil etmək mərhələsinə aid ola bilər. Məsələn, siz araşdırıb nəyisə sübuta yetirməlisinizsə, o zaman o tətbiq yox, təhlil mərhələsinə aid olacaq. Davam edirik. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Gəlin baxaq. Şagirdin nailiyyətini qiymət şəkildə ifadə etmək aiddir. Müəllimin təlim nailiyyətinin inkişafını gündəlik olaraq izləmək. Şagirdin fəaliyyətini gündəlik olaraq izləmək bilirsiniz ki, formativ qiymətləndirməyə aiddir. Məktəbdaxili qiymətləndirmənin neçə növü var? Yadımıza salaq. Summativ, diaqnostik, formativ. Formativ gündəlikdir, diaqnostik ilkindir, summativ isə son nailiyyəti ölçən qiymətləndirmədir. Müəllim tədris fəaliyyətini dəyərləndirir. Bəzi müəllimlərə bu qəribə gəlir ki, summativ necə tədris fəaliyyətini dəyərləndirə bilər? Əgər məsələn mənim şagirdim summativ qiymətləndirməni zəif yazıbsa və yaxud da sinifin ortalaması aşağıdırsa, o zaman mən də dönüb öz fəaliyyətimə baxmalıyam ki, mən harda səhvə yol vermişəm? Bugün mənim sinifimin səviyyəsi KSG-də və yaxud da BSG-də ürək açan olmadı. Təlimin səviyyəsini müəyyən etmək qeyd etdiyim kimi doğrudur. Hər hansı bir mərhələdə şagirdlərin nailiyyətini qiymətləndirmək üçün aparılır. Bu da doğrudur. Deməli, gəlin yadımıza salaq. KSG 2-ci sinifdən başlayır müəllimlər, 11-ci sinifə qədər davam edir. Hər fəndən aparılır, fən müəllimi tərəfindən 45 dəqiqə vaxt verilir. Nəticəsi rəsmidir, jurnalda da yazılır, şagirdin gündəliyində də yazılır. KSG-nin sonunda, KSG bitəndən sonra müəllim şagirdə effektiv rəylər verməlidir. Amma diqqət eləyin, sonunda deyirəm. KSG zamanı yox. Artıq yoxluyursunuz, onlara yol da göstərməlisiniz. Uşaqların səhvləri bir-bir təhlil olunmalıdır. BSG məktəb rəhbərliyi tərəfindən aparılır. BSG 4-cü sinifdən başlayır. Deməli, 4, 9,
11-ci sinifdə bütün fənlərdən aparılır. 5, 6, 7, 8, 10-cu sinifdə isə 3 fəndən aparılır. BSG-yə aşağı sinifdə 45, yuxarı siniflərdə isə 90 dəqiqə vaxt vermək olar müəllimlər. Davam edirik. Yenə də tapşırıq verilir. Bu günləri qeyd edeyim ki, metodika sualları içərisində mənə ən maraqlı və ən qəribə gələn məhz inteqrasiya sualları oldu. Amma düşünürəm ki, yaxşı ki, bu sınağı tərtib elədilər. Nələrsə dəyişibsə, bunu normal qəbul edirəm və yaxşı ki, yenə də deyirəm ki, əvvəlcədən bu tipli sualları nümunələri oldu ki, imtahanda müəllimlər səhv cavab götürməyəcəklər. Ən azı biz doğru cavab nə olacaq, nə götürməliyik, onu bilmiş oluruq. Onu da deyim ki, bəli, mənə çox maraqlı gəldi. Yəqin bu sınağı işləyən müəllimlər də həmçinin sizə də maraqlı gəlib ki, görəsən nəyə görə inteqrasiya bu dərəcədə dəyişdi? Gəlin oxuyaq, bir yerdə baxaq. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılıb. Plan hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Ümumiyyətlə biz inteqrasiyanı necə öyrənmişik müəllimlər? Bilirik ki, inteqrasiyanın 3 növ var, düzdürmü? Fən üstü, fənlər arası, fən daxili. Burada qeyd edeyim, həm öyrənək, həm də testimizi işləyək. Fən üstü, fənlər arası və fən daxili. Dedik ki, fən üstü inteqrasiya. Fən üstü inteqrasiya demək olar ki, hər il imtahana düşən sualların içərisində olur. Ümumiyyətlə, inteqrasiya sualı MİQ və sertifikasiyanın vaz keçilməsidir. Bir sual mütləq düşür sizə. Və biz fən üstü inteqrasiyanı belə öyrənmişdik ki, əgər şagirddə real həyatla bağlı bir səriştə formalaşdırıramsa, dərsdən kənar bir fəaliyyət formalaşdırıramsa, orada bir 21-ci əsr bacarıqları varsa, mənim keçdiyim dərsdən əlavə, bu fən üstü inteqrasiyaya aiddir. Və bugün biz sağlam qidalanma planı hazırlamalıyıq. Yəqin ki, bu, belə deyək də, dərsdən kənar bir fəaliyyətdir. Dərsin içində də ola bilər, heç bir fərqi yoxdur. Amma şagirdi düşündürən bir plandır da. Yəni, hər şagirdin hazırlaya biləcəyi bir iş deyil. Burada bir səriştə formalaşır şagirddə. Burada, məsələn, şəxsin yaşı, sağlamlıq vəziyyəti ola bilər, biologiya, təbiət, həyat bilgisi, elə fənnimiz biologiya olduğuna görə biz başqa fənnə baxmırıq. Çünki hər müəllimin öz ixtisasına görə düşür suallar. Eyni zamanda şəxsin büdcəsində burada hazırlamalıdır. Yəni, bu da bir riyaziyyatla da əlaqələnə bilər. Yəni, büdcə anlayışı, hansı qidaya nə qədər pul sərf olunacaq və s. Amma çox maraqlıdır ki, bayaqları da qeyd etdim bayaqda. Yəni, burada da yenə fənlər arası inteqrasiyanı götürüblər, fən üstü fənlər arası götürməyiblər. Yəni, yalnız fənlər arası inteqrasiya götürüblər. Artı götürdüyünə görə C variantını mən də götürürəm və inanıram ki, buna bir açıqlama gələcək. Yəni, bunun açıqlamasını nəyə görə qayda dəyişib və yaxud da bundan sonra inteqrasiyada, fən üstü inteqrasiyada biz nəyə diqqət eləməliyik? Çünki belə deyim də, coğrafiya suallarını da izah edəndə orada da layihə tipli bir tapşırıq var idi. Cavab yenə də fənlər arası çıxmışdı. Fən üstünü götürməmişdilər. Yəni, məndən olsa D variantıdır. Bunu yenə də qeyd edirəm. Amma cavab C variantı götürülüb. İnanıram ki, bu dəyişən bir hissədir və bu dəyişən hissənin yaxın zamanda nəyə görə belə dəyişdiyi haqqında bir açıqlama gələcək. Davam edirəm müəllimlər. 5-ə baxaq. Qalan suallar çox rahat idi. Hamı işlədiyimiz tipdə idi. Yəni, hətta suallara baxanda bir anlıq sevindim ki, müəllimlər artıq bu sualları o qədər işləyiblər ki, onlara çox rahat gələcək. Heç bir fərqli sual yox idi testdə. İnteqrasiyanı çıxmaq şərti ilə qeyd edeyim. Deməli, müəllim fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir. Deyilənlərdən çıxış edərək suallar verirlər. Müəllim hansı iş üsulundan istifadə edir? Deməli, biz bütün iş üsullarını izah edirik, amma burada cavab Sokrat dialoqudur. Nəyə görə Sokrat dialoqudur? Biz
Sokrat dialoqunda demişik ki, müəllim elə bir mətn götürməlidir ki, burada sualdan sual yaransın, sualdan sual yaransın. Sokrat dialoqunda da müzakirə texnikası var və şagirdlər məsələn uzun belə deyək də variantlı suallardan istifadə edirlər. Bir sual verirsən, o sualın üzərində qalmırsan. Həmin sualdan başqa bir sual ortaya çıxır. Biz ona görə deyirik ki, Sokrat dialoqunda belə deyək də elə bir mətn götürmək lazımdır ki, orada suallar çox olsun. Yəni bir məsələ olmasın. Digərlərinə baxaq. Məsələn, akvarium əsasən daxili və xarici qruplar şəklində olur. Burada yoldaş qiymətləndirməsi var. Akvariumun açar sözü onun qrupla aparılmasıdır və yoldaş qiymətləndirməsi. Dəyirmi masa. Dəyirmi masanı əslində çıxardıblar, yəni sənəddən. Amma yenə də bax burada dəyirmi masanı veriblər. Qoy mən yenə də deyim, nə olar, nə olmaz, birdən imtahanda qarşınıza çıxar. Dəyirmi masa beyin həmləsinin bir növüdür. Uşaqlar bir masa, müzakirə üsuludur burada. Uşaqlar masa ətrafında oturaraq, əsaslandırma bacarığı var burada. Öz fikirlərini əsaslandırırlar. Adətən sinif əgər balaca olsa, böyük qrup şəklində müəllim dəyirmi masanı həyata keçirdə bilər. Yəni, 2 qrup şəklində həyata keçirdə bilər. Müzakirə xəritəsi, sual verərsiniz ki, burada bəs niyə müzakirə xəritəsi olmadı? Müzakirə xəritəsinin öz açar sözü var. Deməli, ideyalar, təkliflər qarşılaşdırılır. Nəyə görə bu təklifin verildiyi, nəyə görə bu cavabın ortaya çıxdığı araşdırılır. Əsasən açar sözü ideyaların, təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Qərarlar ağacı ən səmərəli qərar vermə üsuludur. Ən səmərəli qərar vermə üsulu 5 mərhələdən keçir, 5 ardıcıllıqla həyata keçirilir. Qrupla aparılır. Hər hansı bir qərarın verilməsində önəmli rol oynayır. Təhlil edirsən və ən düzgün qərarı götürmüş olursan. Davam edirik 6 ilə. Şagirdlərə 2 bioloji prosesin müqayisəsi tapşırılıb, əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyən etmək lazımdır. Baxın, müəllimlər, müqayisə görüb anlamaq mərhələsini götürməyin. Həmişə axıra qədər gedin, tapşırığı oxuyun. 2 bioloji prosesdir, düzdürmü? 2 bioloji prosesi əldə edilən informasiyanı qarşılaşdırırsan, düzdür? Cədvəldə qeyd edirsən. Bu cədvəldə qeyd etmək sözünə görə də müəllimlərin bəzisi tətbiq etmək mərhələsini götürüb. Amma yenə də tapşırığımız davam edir bizim. Deyir ki, insan üçün hansı daha əhəmiyyətlidir? İnsan üçün daha əhəmiyyətli olan hansıdır? Sən orada bir seçim edirsənsə, müqayisə var, üstə orada qarşılaşdırırsan və ən yaxşısını götürürsənsə, bu təhlil etmək mərhələsinə aiddir. C variantı. Davam edirik. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəz daha yaxşı olar. Valideyni heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirik. Təbii ki, bu doğru deyil. Narazılığımızı şagirdə bildiririk, evdə valideynə desin. Bu da bizə böyük problem yaradar. Çünki şagird evdə gedib başqa söz deyə bilər. Valideynin davranışı haqqında məktəb rəhbərliyinə məlumat verirəm, ölçü götürülsün. Hələ elə bir dəhşətli, ciddi bir problem olmuyor ki, mən məktəb rəhbərliyinə bu situasiyada gedim, nəsə deyim. Valideynlə danışıb səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışın. Bəli, 7-də bizim D variantı doğru variantımızdır. Mən əvvəldən qeyd etmişdim ki, sertifikasiya müəllimlərdə belə deyək də bəzi önəmli mövzular var və bugün gördüyümüz kimi qeyd etdiyim mövzuların hər biri haqqında sizə suallar düşüb. Əziz müəllimlər, mən yenidən qeyd edirəm. Qiymətləndirmə, iş üsulları, taksonomiya, fən kurikulumu, müəllim valideyn şagird münasibəti, yəni effektiv münasibət, şagird davranışlarının idarə olunması, bu suallar hər zaman sertifikasiyada sizin qarşınıza çıxa bilər. Ona görə əgər indiyə qədər heç bir suala baxmamısınızsa, metodikanı ümumiyyətlə açmamısınızsa, ən azı bu dərslərlə bizim YouTube səhifəmizdə tanış olun ki, imtahanda yüksək nəticəniz olsun. Müəllim valideynlə necə münasibət qurmalıdır? Ola bilər valideynin problemi olsun, müəllim empatiya yaratmalıdır, amma valideynlə danışmalıdır.
ortaq bir yol tapıb bu problemi həll etmək üçün valideyni danışığa cəlb etməliyəm. Ona görə biz deyirik ki, müəllim israrlı olmalıdır, empatiya qurmağı bacarmalıdır, valideynlə danışarkən həssaslığa diqqət etməlidir, konfidensiallığı qorumalıdır və problemi həll etmək üçün ortaq yol seçməyi bacarmalıdır. Davam edirik. 8. Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Əməkdaşlıq bacarığı deyir hansı situasiyada daha güclüdür? Münasibətləri pozmamaq üçün yoldaşımı dəstəkləyərəm. Baxın, biz komandada işləyiriksə, müəllim əvvəlcədən prosedurları, qaydaları şagirdlərə xatırladır. Çünki komanda işi əvvəlcədən elə qurulmalıdır ki, orada şagirdlər əsaslı dəlillər gətirsin, əsaslı fikirlər söyləsin, ortaq dəyərlər olacaq deyə yalan məlumatlar verməyə məcbur etməməliyik şagirdləri. A variantı səhvdir. Nəzakətlə fikrimi bildirərəm, alternativ həll yolu təklif edərəm. Bəli, B variantı ən uyğun variantlardan biridir. Çünki biz əgər ünsiyyət bacarığımız varsa, məsələn, Daniel Goleman'da da dediyi kimi, bəzi məsələlərdə hisslərimizi idarə edə biliriksə, münasibətləri nizama sala biliriksə, bu problemləri həll edə bilərik. Müstəqil şəkildə həll etmək doğru cavab deyil. Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna mən inandırardım. Bu da doğru bir addım deyil. Yəni, yoldaşım səhvdir, mən düzəm, hamınız mənim yanımda olun kimi bir məsələyə münasibət düzgün deyil. Yoldaşımın səhv olduğunu faktlarla sübut edərdim. Tənqidi düşüncəli insan kiminsə səhv olduğunu yox, bunu əsla düşünmür. Tənqidi təfəkkürə malik olan insan, qarşımdakı insana necə kömək edə bilərəm ki, onun da doğru yanaşmasına dəstək olum deyə düşünən insandır. Davam edirik. 9 biraz uzun sualdır. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird bir şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətlərini davam edirlər. Bu situasiyada müəllim hansı yolla problemi həll edə bilər? Yəni, hansı yol daha məqsədə uyğundur? Gəlin baxaq. Şagirdin davranışını görməzdən gəlin. Elə burada dayandırıram. Bullying halını mən görməzdən gəlsəm, onun sonu intihara doğru gedib çıxa bilər müəllimlər. Özü də burada yadda saxlayın. Bullying təkrarlanan hadisədir. Biz də burada görürük ki, davamlı olaraq baş verir. Bullying edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın. Müəllimlər, yadda saxlayın, bullying edən bulliyə biz cəza versək, onun nəticəsi daha acı ola bilər, daha aqressiv ola bilər. Ona görə B variantında üstündən xətt çəkirəm. Bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparın, ona emosional dəstək göstərin. Bu doğrudur. Digər şagirdlərlə onların davranışı haqqında söhbət edin. Baxın, halbuki müəllim burada söhbət edib, dəfələrlə danışıb və psixoloqdan dəstək alın. Aha, baxın, bizim doğru variantımız burada öz sözünü deyir. Mən sinifdə bullying halı var, bacardığım qədər hər şey edirəm, amma alınmır. Bəli, müraciət etməliyəm kimə? Məktəb psixoloquna. Əgər daha nəticələri gərgindirsə, o zaman məktəb rəhbərliyini də bu məsələyə qata bilərəm. Özüm nəsə eləyirəm, alınmır. Bu halda doğrudur ki, mən belə bir addım atım. Həm məktəb psixoloqu, həm də məktəb rəhbərliyi ola bilər. Bu davranış problemi peşəkarcasına həll etməyə kömək edər. Həmçinin şagirdləri problemin həllinə, özlərinin gəlməsinə şərait yaradar. Bəli, yəni problemin həlli budur. Əgər belə həll etsək, bu nəticəni də almış olarıq. Yəni doğru cavab C variantıdır. Bütün siniflə dəyərlər, insanların fərqli olması haqqında söhbət aparın. D variantı ilk başda oxuyanda rahat görünür insana. Amma yadda saxlayın ki, müəllimlər, İnsanlar fərqli deyil. Məsələn, biz kiməsə qarşımızdakı insanın fərqli olmasından danışmamalıyıq. Tutaq ki, bir sinifdə autizm spektrli şagird var. Mən deyə bilmərəm, o fərqlidir, onun belə xüsusiyyətləri var. Onu mən demiş olsam, onsuz da elə təlimdə bərabər imkanları pozmuş oluram. İnsanlar fərqli deyillər. İnsanların görünüşləri, onların hər hansı bir, belə deyək də, fəaliyyətlərinə mane olmamalıdır. Mənəvi dəyərlər təkcə fərqli deyib də o uşaqlara aşılanmalı deyil. Mənəvi dəyərlər psixoloji, fiziki
problemi olan və ya olmayan bütün siniflərdə aşılanmalıdır. Deməli, bu da deyil. Bullying edən şagirdlərin valideynlərinə məlumat verincə problemi evdə həll eləsinlər. Bu da təbii ki, doğru addım deyil. Və 10-cu suala gəlin baxaq birlikdə. Hansı fikirlər doğrudur? Müəllim problemli situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərindən qurur. Doğrudurmu? Bəli. Müəllimin bu cür deməli təlimi aparması, real situasiyalar üzərindən şagirdlərə təqdim etməsi həm maraqlı gələr, şagirdləri cəlb edə bilər, həm də şagirdlər özləri düşünəcək, özləri öz fərziyyələrini irəli sürəcək. Yəni bu uğurlu addımdır. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf elətdirə bilərmi? Bəli, biz elə Daniel Goleman'da da öyrənmişik. Düzdür, sizə nəzəriyyələrin adı düşməyəcək. Amma bilin ki, emosional intellekt hisslərin idarə olunmasıdır. Əgər mən hisslərimi düzgün şəkildə idarə edə bilirəmsə, təşkilatçılıq bacarığım da yerində olacaq. Liderlik bacarığı, təşkilatçılıq bacarığı, verbal, qeyri-verbal ünsiyyətin olması, empatiyanın yaradılması, bunlar emosional intellektdə var müəllimlər. Özünü idarə etmək, öz hisslərindən xəbərdar olmaq emosional intellektə aiddir. Strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq olar. Biz metakognitiv bacarıqlarda ümumiyyətlə bilikdə də hətta öyrənmişdik ki, metakognitiv bilik müəyyən strateji bilikdir. Yəni strateji bilik deyiriksə metakognitiv biliyə, onda strategiyasız metakognitiv bacarıqlar formalaşdırmaq asandır fikri səhvdir. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Əziz müəllimlər, müşahidə yolu ilə deyir informasiyanı emal etmək. Yəni yadınıza gəlirsə, siz yaradıcı təfəkkürü öyrənəndə orada biz demişdik, yaradıcı təfəkkür necə formalaşa bilər insanda? Əlaqə yaratmaqla, təcrübədən keçirtməklə, müşahidə etməklə, sual verməklə və s. Eləcə də rasional təfəkkürü biz ən çox tənqidi təfəkkürdə rast gəlirik, amma yaradıcı təfəkkürdə də var. Tənqidi təfəkkürdə də nəyisə müşahidə etmək, yəni doğru qərar vermək üçün mütləq müşahidə edib nəticə çıxartmağı, təhlil etməyi bacarmalısan. Rasional təfəkkür bir məsələdə sənin təhlil etmə qabiliyyətin, düzgün mühakimə yürütmək qabiliyyətindir. 4-ü də götürürəm. 1, 2, 4. Cavab B variantı. 5-ə də baxaq. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Baxın, bu eyni sözü səhvdir. Mən müxtəlif dərs keçə bilmərəm. Eyni dərsi müxtəlif üsullarla keçməliyəm mütləq şəkildə. Bununla mən həm inklüzivliyi, həm təlimdə bərabər imkanları, həm diferensiallığı, həm şagird yönümlüyü həyata keçirtmiş oluram müəllimlər. Yadda saxlayın, bir daha deyirəm. Müəllim əgər sizə desə ki, müxtəlif mövzu keçməlidir sinifə, bu yanlışdır. Mən eyni mövzunu müxtəlif intellekti, müxtəlif hazırlıq səviyyəsi olan uşaqlara elə keçməliyəm ki, yəni bütün uşaqlar həmin mövzunu anlaya bilsin. Bütün uşaqlara dərs izahımı və yaxud da onların başa düşəcəyi, başa düşülən formada izah olunmalıdır. Belə dəyərli müəllimlər, biologiya üzrə də Artinin metodika suallarının izahını sizinlə paylaşdım. Yenə də növbəti suallar əgər hazırlasa və yaxud da indi müəllimlər təzə sınağı bitirib göndərirlər. Yəni hamısını bir-bir izahını öz YouTube kanalımda paylaşacağım. Ona görə videonu bəyənməyi və gözəl rəylərinizi yazmağı unutmayın. Hətta sizin də inteqrasiya haqqında fikirlərinizi bilmək maraqlı olardı. Siz necə düşünürsünüz? Yəni həmin sualı əgər siz imtahanda iştirak etsəydiniz, başqa necə götürərdiniz? Sağ olun müəllimlər, görüşərik.